Sandviç yeyərək Apple Watch qazanmaq? Bəli, bu mümkündür. Willy Wonka restoran açsaydı, çox güman ki, onun kampaniyası da belə olardı. Çünki avqust ayında Popeyes'dən sifariş verdiğiniz zaman təsadüfən qarşınıza ya gümüş ya da ki qızıl bilet çıxa bilər. Əgər gümüş bilet çıxsa, o zaman siz pulsuz sandviç əldə edəcəksiniz. Əsas məsələ qızıl biletdir. Çünki ondan cəmi 3 ədəddir. Biri sizə Apple Watch, qalan ikisi isə sizə AirPods qazanmaq şansını verir. Yəni Willy Wonka'dakı qızıl bilet sizi şokolad fabrikına gətirib çıxarırdısa, Popeyes'dəki qızıl bilet sizi Apple Watch'a qədər gətirib çıxara bilər. Lakin Popeyes'la bağlı başqa bir maraqlı detal var. Hər kəs elə bilir ki, Popeyes'in adı məşhur Popeye adlı ispanaq yeyən qəhrəmanla bağlıdır. Əslində isə elə deyil. Çünki Popeyes'in tarixçəsi 1972-ci ildə Louisiana'da açılan ilk restoranla bağlıdır ki, onun da adı Chicken on the Run idi. Chicken on the Run restoranı istədiyi uğuru qazana bilmədiyinə görə Louisiana mətbəxinin ədviyyatlı toyuğunu istifadə etməyə başlayır və öz yolunu artıq yeni adla Popeyes adı ilə yolunu başladır. Popeyes adı isə cizgi filmi qəhrəmanı ilə yox, The French Connection adlı filmin Popeye Doyle qəhrəmanı ilə bağlıdır. Amma Louisiana burada sadəcə yaranma yeri deyil. O sonradan Popeyes'in bütün kimliyinin bir hissəsinə çevrilib. Dadından tutmuş vizual üslubuna qədər. Brendin öz qaydalarında da yeməyin əsas qəhrəman olması və Louisiana irsinin qorunması xüsusi prinsipi kimi göstərilir. Popeyes'in Azərbaycanda hazırda 2 filialı var və hər il 4 yeni filial açmağı nəzərə tutur. Cəmi bir restorandan başlayan Popeyes'in hazırda dünya üzrə 5400-dən çox restoranı var. Ki ümumiyyətlə dünya üzrə toyuq fast food sahəsi üzrə restoranlar sayına görə KFC-dən sonra ən böyüyü məhz Popeyes'dir. Ona görə də avqustda Popeyes'ə gedirsinizsə, sifarişlərinizə diqqətlə baxın. Bəlkə sandviçin yanında sizə qızıl bilet də düşdü.